Salamlayıram hər birinizi. Masazır qəsəbəsində ikinci böyük ərazi marketin arxasında 2 nömrəli məktəbə yaxın bir ərazidə. Bax bu gördüyünüz həyət və bu da ev. Ev tikilib 9-un 10-a. Yerdən kürsülüdür. Pləkan üstündən kim mərmərdir. Zirzəmisi var. Demək bir məlumat verim sizə. Evin içi 64 kvadratdır, 3 otaqdır, kupçalıdır, ev şəxsi tikilidir. Bu sözü vurğulayıram, arxasında dayanıram. Bu evin sahibi öz övladı üçün tikib, hal-hazırda bəzi səbəblərdən evi satışa qoyub. Gələcəkdə bir başqa evdə torpağı var. Deyir, sadəcə indi bugünkü gün bu vəziyyətdən çıxmaq üçün bu ev satılmalıdır. Şəxsi tikili tam sona qədər cütdaşdı. Yəni gəlin ustanızla görəcəksiniz. Həyətinə də ən azı 3 maşını rahat şəkildə keçir. Məktəblə evin arası 50 metrdir. 2 nömrəli məktəbə yaxındır. Demək, yeri quru. Demək, evin 4 tərəfində də hərəkət eləmək olur. 3 otaqdır, içi kupçada 64 kvadratdır. Tam qoşa daş. Evin 4 tərəfində də hərəkət eləmək olur. Bir daha vurğulayım. Şəxsi tikilidir, makler evi deyil. Satdığa tikilən ev deyil. Kupçalıdır. Kommunalların hamısı var. Qaz, su, işıq, kanalizasiya da mərkəzi. Bu da evin yanında olan hərəkət. Çəkilişi axşam vaxtı eləmişəm, üzürlü sayın və keçim digər hissələri göstərim. Həyətini bir daha bu hissədən göstərim. Ən azından 3 maşın rahat şəkildə keçəcək. Bir tam %73 kvadrat ümumi torpaq ərazisindədir. 9-un 10-a ev, qoşadaş, fundamenti 45-in 55-ə dökülüb. Beton kəməri var. Evin 4 bir tərəfi də sıvanıb, yəni şkaturlanıb. Hər evdə belə bir şey yoxdur. Sona qədər cütdaş, qiymət 87 min manat. Endirim olunacaq, nağd kupçalıdır. Kombinin kollektoru buradadır, istipollu kollektor buradadır, kombi çıxışının burada yer qoyulub. Yeni evdir. Sadəcə bir daha vurulub, şəxsi tikilidir. Sadəcə pula ehtiyac olduğu üçün satışa qoyub. Səbəb də odur ki, övladının xeyir işinə görə satır. Ev sahibi ilə bir qədər əvvəl söhbət elədim. Dedi ki, başqa yerdə torpağım var. Gələcəkdə onun üçün orada bir ev tikəcəm. Sadəcə bunun üçün vəziyyətdən çıxmaq lazımdır. Hamam otağı gözəl, 87 min manat deyil, lazım olsa pulda razılaşdıq. Hamam otağını yığıb vermək də olar. Demək, 3 otaq, içi kupçada 64 kvadratdır. Ümumi torpaq ərazisi 1 tam %73 kvadrat. Yəni 1 sot 73 kvadrat ümumi torpaq ərazisidir. Pəncərələrin hamısı işıqlıdır, qaranlıq vaxt çəksəm də. Yəni pəncərəsi birbaşa öz həyətinə, yəni evin arxasına. Evin 4 tərəfini bir daha vurulur, hərəkət eləmək olur. Qiymət 87 min manat, gizli işıqlarına kimi var. Və burada da qonaq otağıdır. Alın, köçün, yaşayın, sağ-salamatçılıqla. Gözəl evdir. Valla hər anda belə bir 3 otaq, şəxsi tikili ev çıxmır. Sona qədər cütdaş, 45-in 55-ə fundament, tam kupçalı. 87 min manata deyilir, endirim olacaq. Alana satan Allah xeyrini versin.